Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qlobal infozun əldə etdiyi məlumata görə qəza aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə səbəb yol kənarında dayanmış Lada 015 markalı avtomobilin əl-əyləcinin açılması olub. Stat: 3 qadın övladlarını məktəbə ötürüb qayıdırdı. Maşın üzü aşağı hərəkət edən zaman onlardan ikisi kənara çəkilə bildi, biri isə bacarmadı. Qadının başı asfalta çırpıldığından yerindəcə vəfat etdi. Statın sonu. Digər iddialara əsasən isə avtomobili 16 yaşlı yeniyetmə idarə edib və qəzadan sonra ərazidən uzaqlaşıb. Qlobal info hadisənin təfərrüatı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.